Füzuli rayonunda 2007-ci il təvəllüdlü Ramin şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Zahidə xəsarət yetirib. Hadisə ötən ilin yanvarın 23-də Füzuli şəhərində baş verib. Ramin, Zahidin onun ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən Füzuli şəhəri ərazisində məcburi köçkünlər üçün inşa edilmiş yaşayış binalarının arxa hissəsində kənar şəxslərin olmadığı ərazidə onunla mübahisə edib. Bu zaman o bıçaqla Zahidə 2 zərbə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ona xəstəxanada tibbi yardım göstərilib, həyatını xilas etmək mümkün olub. Bundan başqa, Raminin satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd kibrit qutusunda təmiz çəkisi 7,2 qram, 2 ədəd bükümdə ayrı-ayrıqdır. Təmiz çəkisi 0,06 qram, 0,54 qram, ümumi çəkisi 7,62 qram. Küçüklər üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marihuana xeyli miqdarda əldə edib. O, 2025-ci ilin martın 26-sında Füzuli şəhəri ərazisində olan zaman üzərində narkotik vasitə olması şübhəsi doğurduğu üçün həmin ərazidə xidmətdə olan Füzuli rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan narkotik vasitə aşkar olunub. Hadisəni törədən Raminin barəsində Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa ağır zərər vurma, 234.1-ci satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ramin ona elan olmuş ittiham üzrə özünü qismən təqsirli bilib. İfadəsində göstərib ki, onunla əvvəllər aralarında ədavət və düşmənçilik olmayıb. Yanvarın 23-də təxminən saat 22 radələrində Füzuli şəhərində yerləşən Qarabağ İnternet klubunda olarkən Zahidlə aramızda mübahisə baş verdi. Bir-birimizə nalayiq ifadələr işlətdik. Bu zaman Zahid məni internet klubdan kənara, qaranlıq yerə çağıraraq aramızda yenidən mübahisə yarandı. Mənə qarşı nalayiq söyüş işlətdiyi üçün onun qarın nahiyəsinə üzərimdə olan bıçaqla 2 dəfə zərbə vurdum. Zahidi bıçaqla vurduqdan sonra hadisə yerindən qaçdım. Hadisədən sonra daima zəng vuraraq məlumat verdim deyə o ifadəsində göstərib. İş üzrə zərər çəkmiş Zahidin sözlərinə görə Ramini Füzuli şəhərinə məcburi şəhərinə köçəndən sonra tanıyıb. 2025-ci ilin yanvarın 23-də işdən gəldim. Bir qədər sonra evimizin yanında olan Qarabağ İnternet klubuna getdim. Əyləşdiyim masanın yaxınlığında bir neçə şəhər sakini olub. Onlar klubda uca səslə danışdığı üçün irad tutdum. Ramin mənə başın qaçmasın, üstümüzə qışqırma sözlərini dedi. Onun səs-küydən nə deməsini yaxşı eşidə bilmədim. Buna görə də Raminə yaxınlaşdım, onu klubun çölünə çağırdım. Ramin mənimlə bayıra çıxan kimi üzərimə gələrək şillə atdı. Daha sonra klubdan çıxan şəxslər bizi çağırdı. Biz də içəri keçdik. Geri çəkildiyim üçün şillə mənə dəymədi. Onun şillə atmasını qəbul edə bilmədim və əsəbləşdim. Bundan sonra ona yaxınlaşdım. Ondan klubdan bayıra çıxmasını istədim. Çölə çıxdım və bir qədər binanın sağ tərəfi ilə boşluq sahəyə tərəf getdik. Həmin vaxt Ramin ardımca gəldi. Boşluq əraziyə çatdıqdan sonra Raminə mən sənə həmişə hörmət etmişəm. Sən bununla ikinci dəfədir ki, mənimlə mübahisə edirsən. Mənə şillə atırsan. Qudurmusan sən, bu hərəkətləri edirsən, dedim. Bu zaman Ramin qarın nahiyəmə zərbələr vurduğunu hiss etdim. Əvvəlcə nə olduğunu anlamadım, lakin az sonra hiss etdim ki, Ramin qarın nahiyəmə bıçaqla zərbə vurub, deyə zərər çəkmiş şəxs ifadəsində göstərib. Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə Raminin barəsində Cinayət Məcəlləsinin 70-ci şərti məhkum etmə maddəsi tətbiq olunub, ona 2 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib. Bundan əlavə Bakının Sabunçu rayonunda 44 yaşlı kişi sevgi münasibətində olduğu qadına xəsarət yetirib. Hadisə ötən ilin oktyabrın 8-də Ramana qəsəbəsində
istiqamətində Samir Əliyev küçəsində yerləşən Adsız kafenin yaxınlığında baş verib. Kəlbəcər rayon sakini 1982-ci il təvəllüdlü Əhliman həmin gün saat 17 radələrində əvvəllər sevgi münasibətlərində olduğu Aytən ilə mübahisə edib. Məlumata görə mübahisə Aytənin nalayiq ifadələr işlətməsi səbəbindən yaranıb. Mübahisə zamanı Əhliman qəsdən əli ilə bir neçə dəfə Aytənin baş nahiyəsinə zərbə indirib. Hadisəni törədən Əhlimanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Əhliman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində bildirib ki, Şuşa şəhərciyində nömrəsiz fərdi yaşayış evində yaşayır. Aytən ilə təxminən 10 il müddətində sevgili münasibətində olmuşam. Təxminən bir il əvvəl münasibətlərimizə son qoymuşam. Oktyabrın 8-də saat 12 radələrində adı məlum olmayan kafedə dayım oğlu İslam, dostlarım Müslüm və Namiqlə görüşərək masa arxasında əyləşdik. İspirtli içki qəbul etməyə başladıq. Bu zaman Aytən kafeyə gəldi. İslam onu da masaya dəvət etdi. Yeyib içdiyimiz vaxt Aytənin sərxoş vəziyyətdə barəmdə xoşagəlməz ifadələr işlətdiyini gördüm. Ona xəbərdarlıq etdim. Lakin o sözlərimə məhəl qoymadı deyə Əhliman ifadəsində göstərib. Təqsirləndirilən şəxs bildirib ki, təxminən saat 17 radələrində Aytənin kafenin kənarında kimsənin görüb eşitmədiyi bir yerə çağıraraq iradlarını bildirib. Söhbət zamanı Aytən yenidən ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən qəzəblənərək əlimlə bir neçə dəfə onun baş nahiyəsinə zərbə indirdim deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Sabunçu rayon məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkən şəxs ona qarşı şikayətini geri götürərək təqsirləndirilən şəxsi bağışladığını bildirib. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Əhlimanın barəsində olan cinayət təqibinə xitam verilib, o cinayət məsuliyyətindən azad edilib.